Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala seyyidina nebiyyina Muhammed və ala alihi tayyibinə tahirin. Salam, hörmətli və əziz dinləyicilər. Yenə də hamımızı xoş gördük. İnşallah hamımıza xoş günlər arzu edirəm. Qəlbimizdən Allah məhəbbəti, niyyətimizdən Allah məhəbbəti və dilimizdən Allah zikri heç vaxt əskik olmasın inşallah. Belə bir hədis vardır Fatimə Zəhra əleyhissalam haqqında. Keçən səfər bilirsiniz, verilişimiz yarımçıq qaldı. Kənaz xanım bizə məlumat verirdi ki, necə oldu ki, Fatimə Zəhra əleyhissalamla ailə qurdu. Verilişimiz yarımçıq qaldı. Bugün istəyirəm bir hədisə toxunum və hədisdə buyurulur ki, "Ləv ləm yuxləq aliyyun, ləm yəkun li Fatimətə kufun." Və burada buyurulur ki, əgər Əli olmasaydı, Fatimə ilə ailə quracaq, yəni ailə qurmaq ləyaqətinə malik olan şəxs tapılmazdı. Və burada əlbəttə ki, Həzrəti Fatimə Zəhra əleyhissalamın uca məqamına işarədir ki, xanım o qədər uca bir məqama malik idi ki, ona layiq ola biləcək şəxs yox idi, yalnız Əli əleyhissalam idi. Və eyni zamanda Əli əleyhissalamın da bir hədisdə hər ikisinin fəzilətinə işarə olunur. Verilişimizin bugünkü qonağı Kənaz xanımdır. Keçən səfər verilişimiz yarımçıq qalmışdı. Salam Kənaz xanım, xoş gördük. Salam. Salam, Allah razı olsun. Əziz tamaşaçılarımızı da salamlayıram. İnşallah bu söhbətlərdən hamımız nəticə alıb əməl edənlərdən olayıq inşallah. Bəli. İstəyirsiniz, gəlin birinci o bəhsimizin davamını hələlik saxlayaq, o sualımızın cavabını axıra keçirək. Yəni keçən verilişimizin sualının cavabını. Axıra keçirək onun cavabını. Birinci siz deyin, çünki onun bir övlad kimi fəzilətindən danışdınız. Bəli. Peyğəmbərə nə cür övlad olmuşdu? Gəlin Qur'an-ı Kərimdə onun şənindən nazil olan ayələrdən danışaq. Çünki Qur'an-ı Kərimdə Həzrəti Məryəm salavatullah barəsində bütöv bir surə vardı və belə bir şübhə vardı ki, Həzrəti Fatimə Zəhra əleyhissalamın adı yoxdur. Onun barəsində Qur'an-ı Kərimdə ayə var ya yox? Bildiyimiz kimi bütün məsumlarımızın haqqında Qur'an-ı Kərimdə ayə vardır. Sadəcə bunların təfsirində bunun bariz işarələrini görmək olar. Yəni məxsusən bu məsuma aiddir, digər məsuma aiddir. Məsələn, İmam Hüseynə aiddir. Bunları açıqlamalarında və şəni nüzullarında, yəni nazil olmalarının şənində, səbəbində axtaranda tapmaq olur. Və yaxud bəziləri vardır ki, artıq özü şəxsən barizdir ayədəki, bunun artıq təfsir etməzdən də məsuma edilməyin olmağını görmək olur. Bir halda ki, insan özü təəssüf ki, yüzündən rədd etmiş olsun. Və o ayələrdən biri Ali İmran surəsinin 61-ci ayəsidir ki, bildiyimiz kimi mübahilə ayəsi deyirik ona. Bildiyimiz kimi tarixdə Peyğəmbərlə Məsihilər arasında belə bir mübahisə vücuda gəlir ki, onlar Peyğəmbərdən mübahilə etməsini istəyirlər. Yəni, gəl, Quranda belə bir məzmunlandır ki, siz özünüzü, biz də özünüzü, siz övladlarınızı, biz də övladımızı, siz xanımınızı, biz də xanımımızı götürək, gələk və bir-birimizlə mübahilə edək. Yəni, bir-birimizə qarğış edək, bu mənadadır. Və kimin qarğışı düz gəlsə, yəni qarğışı, necə deyim, bizim dildə, yəni Çin olsa, yerini tapsa, qarşı tərəf nədir? Haqq deyil. Və burada baxanda ki, Quran ayəsinə əsasən ənfüsəna deyəndə Peyğəmbərin özü və Əli əleyhissalamı götürmüşdü. Deyəndə əbna-ana İmam Həsən əleyhissalamla Hüseyn əleyhissalamı götürmüşdü və Nisa Həzrəti Zəhra salamı Reyhan özü ilə götürmüşdü. Yəni bu ayəyə baxanda ki,
onların dediyi kimi siz özünüzü, biz özümüzü, siz övladlarınızı, biz övladlarımızı, siz xanımınızı, biz xanımınızı. Baxa görə Peyğəmbər kimi götürdü? Öz özələrindən birini götürdü. İndi burada Həzrət Zəhradan bu məsumdan söhbət açıldı və demək istəyirik, burada Həzrət Zəhra sallallahu işarə edirik deyənə, Həzrət Zəhraya vurğuluya, yəni deyəndə ki, Nisa, yəni xanımınızı götürün, Həzrəti Peyğəmbər xanımlarından birini götürməmişdi. Heç birini götürməmişdi. Bəli, heç birini götürməmişdi. Yəni öz ailəsinin özündən olan, baxın görün, nəfsinizi deyir götürəndə Əli əleyhissalamı götürüb. Nəfs ənfusən, yəni özünü götürüb Əli əleyhissalamı götürüb. Yəni burada Əli əleyhissalamın da məqamı aşkara çıxır. Bayaq ki siz dediniz, Əli olmasaydı Həzrəti Zəhraya həyat yoldaşı olmazdı. Baxın burada da öz təsdiqini tapır. Yəni Peyğəmbərin Əli öz nəfsi və canı idi. Və xanımlardan deyəndə kimi götürdü? Həzrəti Zəhranı götürdü. Övladınız deyəndə kimi götürdü? İmam Həsən və Hüseyni götürdü. Və burada isə bu Həzrəti Zəhraya ki sual oldu, varmı Quran ayəsi? Hə, bəli, bu məsələn bu ayəni gətirə bilərik ki, xanımı deyəndə götür. Neynədi? Rasulullah neynədi? Həzrəti Zəhra sallallahu reyhanı götürdü ki, bunu həm əhli sünnə qəbul edir, həm əhli şiə alimləri qəbul edir. Və yaxud da ki, Əhzab surəsinin 33-cü ayəsini deyə bilərik ki, bu Quran ayəsi buyurur ki, Allah Teala əhli beyti, siz əhli beyti istəyir bütün çirkinliklərdən, bütün xoşagəlməz əməllərdən uzaq etsin və etdi. Yəni Allah Teala siz əhli beyti pak etdi. Bütün günahdan, çirkinlikdən pak etdi. Və Peyğəmbərin möhtərəm olan, əziz olan xanımı Ümmü Sələmədən nəql olunur tarixdə. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm demək istəyərdim ki, yəni nə qədər bu rəvayətin düz olduğunu təsdiqini tapmağından ötürü demək istəyərdim bunu ki, biz baxırıq, görürük Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm Xədicə sallallahu aleyha yaşadığı zamanda evlənməmişdi, bildiyimiz kimi. Və ondan sonraki xanımları da oldu, amma onların içərisində ona ən səmimi olan və ən sevimli olan Ümmü Sələmə idi, baxmayaraq ki, yaşı çox idi bütün xanımlarından. Və 4 övladı da məsələn qabaqçı həyat yoldaşından yetim var idi. Üçün həyat yoldaşı şəhid olmuşdu. Və bu xanım Peyğəmbərlə yəni münasibətdə demək olar ki, Həzrəti tarixdə var, Həzrəti Peyğəmbər salavatullah hər bir yerə getmək istəyəndə bir həyat yoldaşı kimi gəlib Ümmü Sələmənin qapısını döyər və deyərdi, Ümmü Sələmə, mən filan yerə gedirəm. Yəni bu digər xanımlarında görünməmişdi və yaxud da ki, Həzrət Hüseyn əleyhissalamın Kərbala torpağında bu şəkildə şəhadətə çatmasını Ümmü Sələməyə bəyan etmişdi. Yəni tarixə baxanda Həzrətin xanımlarından möhtərəm, hamısı bizim üçün möhtərəm və əzizdir Quran ayəsinə və Allahın əmrinə görə. Amma yenə də özümüz də Peyğəmbərimizin xanımlarıdır. Amma tarixdə yəni hörmətə daha layiq olan xanım Ümmü Sələmədir. Və Peyğəmbərin ehtiramına daha çox qarşılıqlı olan xanım Ümmü Sələmə həmişə Peyğəmbərin hörmətini layiqincə saxlamışdı. Həm dünyada olarkən, həm dünyadan köçdüyü zaman. Və bu rəvayət də Ümmü Sələmədən gəlir ki, yalan danışması insan üçün qeyri-mümkündür. Və deyir ki, bu yutahhirakum təthhir, yəni təthhir ayəsi nazil olan zaman bildiyimiz kimi hədisi kəsa var. Ümumiyyətlə, əlhəmdülillah, bütün şiələr və sünnilər bunu bilirlər. Müsəlmanlar bunu bilirlər. Və kəsa, yəni Peyğəmbərin əbası var idi. Yəmən əbası ki, böyüydü, çox böyüydü. Və bunun öz hədisi var ki, toxunmuram buna, rəvayəti vardı, toxunmuram buna. Və bu 5, biz yürüyük
Ali Əba, 5 sənə Ali Əba. Yəni Peyğəmbər o əbanın altındaydı. İmam Əli əleyhissalam, Həzrəti Zəhra salam əleyha, İmam Həsən əleyhissalam, İmam Hüseyn əleyhissalam. Və Ümmü Sələmə deyir ki, mən Peyğəmbərə buyurdum, ya Peyğəmbər olarmı, icazə varmı mən də daxil olum bu kəsanın, əbanın altına? Peyğəmbər buyurdu, xeyr. Nə üçün xeyr? Bunu da elə ardında buyurur. Xeyr, nə üçün xeyr? Çünki Təthir ayəsi biz 5 nəfərə nazil olub. Yəni Peyğəmbər orada nəinki rədd eləmək istəyirdi Ümmü Sələməni, gəlmə bizim yanımıza. Gəlmə deyəndə dərhal keçir mənasını da deyir. Ya indi Ümmü Sələmənin qəlbi sınmasın deyə, ya da ki mütləqən Təthir ayəsinin kimlərə nazil olduğunu bəyan etmək üçün. Çünki biz bəzi vaxtlar rast gəlirik, bəzi əhl-i sünnə alimlərimizdən ki, deyirlər çünki bu ayənin əvvəlinə və ayədən sonraya baxanda Peyğəmbərin zövcələrinə aiddir. Amma Peyğəmbərin özündən mötəbər olan rəvayətlərə görə və bu Ümmü Sələmənin ki, biri nümunə kimi açıqladı, vardır ki, bu biz 5 nəfərə aiddir və 5 nəfərə deyəndə Peyğəmbər bir-bir adları ilə sayır ki, orada Həzrəti Zəhra salamullah əleyha da vardır. Və digər ayələr vardır ki, inşallah istəyərdim keçən və gələn verilişlərimizdə inşallah onlara toxunaq. Hətta mən bir yerdə oxumuşdum ki, Təthir ayəsini 40 gün Peyğəmbər hər gün Həzrəti Fatimə Zəhra əleyhissalamın evinin qarşısından keçəndə 40 gün hər gün o ayəni oxuyur. Yəni ki, ona aiddir. Hamı bilir ki, bu ayə ona aiddir. Bəli, Peyğəmbərin bilmək olar ki, məqsədi budur ki, yəni bu mənim zövcələrimə deyil, Həzrətin ailəsinə, yəni əsl olan ailəsinə, möhtərəm olan ailəsinə aid, yəni bu qapı ilə üzbəüz qalan Əssəlamu aleykə ya əhləl bəyti və yaxud bunu oxumaq, bunlar hamısı onu göstərir ki, Allah Taala'dan tərəfindən və yaxud da ki, özlərinin pak olmağını Allahdan tələb edib və onu həqiqətən də qoruyub saxlayan şəxslər Allahın sevimliləri, Peyğəmbərin əhl-i beyti, bəs bu 5 nəfər idi. Və bir də ki, biz əgər baxsaq Həzrətin zövcələrinə, xanımlarına, biz onlarda heç bir narəva hərəkət, narəva, əstəğfirullah demirəm, əxlaqi cəhətdən narəva hərəkətlər, məsumda olmayan şeyləri tarixdə görə bilirik ya yox? Bəli. Görə bilirik. Bəzi şeylər var ki, məsumda olmamalıdır, amma məsələn, Peyğəmbərin bəzi zövcələrində vardır. Bu o deməkdir ki, bu Əhzab surəsinin 33-cü ayəsi, bəs bu Ali Əbaya, yəni 5 nəfərə aiddir ki, bunlarda həqiqətən də heç bir ric, yəni heç bir səhv nöqtə görünmür. Amma Peyğəmbər xanımlarında görünür. Həm də Kəhnaz xanım, ərəb dilinə bələd olanlar, siz dediniz ayəni oxudunuz, yəni kişilərə aiddir. Həzrəti Fatimə Zəhranı Allah Taala məhz kişilər çox olduğu üçün orada məsələn 4 nəfər kişi idi, 1 nəfər Həzrəti Zəhra. Ona aid edilir, yəni o da onların kişilərin cəmi. Yəni qadın cinsində deyək ki, biz şübhə yaransın orada deyək ki, xanımlarına aid olubdur. Amma zövcələri hamısı xanımdır. Xanımdır. Orada kişi cinsində müraciət edir. Sadəcə olaraq Həzrəti Fatimə Zəhra əleyhissalam elə bir ki, onların içində gedir o. Bir dənə sözlə ikisini də bildirir cəmaata. Bəli. Çox sağ olun. İndi keçən səfərki verilişimizdə yarımçıq qalan sualın ardına tamaşaçılarımız üçün çox maraqlıdır ki, Həzrəti Fatimə Zəhra əleyhissalam salamullahi aleyha Həzrəti Əli əleyhissalamla necə oldu, ailə qurdu? Bəli, keçən verilişimizdə qısa da olsa, yəni vaxtın azamı ilə doğru oladı ki, Həzrəti Zəhra sallallahu ilə evlənmək istəyənlər çox idi və hədəfləri də necə deyim, fərqli idi. Bəziləri imanla, bəziləri pul məsələsinə, bəziləri məqam məsələsinə görə, bəziləri mən xəlifənin damadı və s. kimi. Və onlardan biri Abdurrahman ibn Avf Peyğəmbər sallavatullahın yanına elçiliyə gəlir, Həzrəti Zəhra sallallahu əleyhi və
nə buyurur? Nə deyir daha doğrusu? Deyir ki, pulu varı çox idi. Deyir ki, ya Peyğəmbər, mən Həzrəti Zəhraya elçi gəlmişəm və mehriyəsini 100 dəvə qoyuram. Dəvələrin üstündə Suriya parçaları, onun üstündə 10 dirhəm qızıldan. Qızıl dirhəm. Peyğəmbər bu mənasız düşüncəyə görə əsəbləşir. Peyğəmbərimiz belə buyurur ki, ey Əbdürrəhman, elə bilirsən mən pul bəndəsiyəm və puluvu mənim gözümdə, necə deyim, üzümə çırpırsan və yaxud da ki, pulunla mənim yanımda fəxr edirsən və rədd edir. Yəni, rədd etməsi də birbaşa Həzrəti Zəhrasız deyil idi. Bildiyimiz kimi, keçən verilişimizdə orada qaldı ki, İslam dini, yəni Allahın istəyi İslam dini ilə Peyğəmbərin vasitəçiliyi ilə, sonra da imamların qoruyub saxlaması ilə bu deməkdir ki, insanların ictimaiyyəti təmizlənsin, insanlar rahat yaşasınlar və yaxud da ki, kəmalata çatsınlar. Hörmətli tamaşaçılar, arada qısa fasiləmiz var. Qısa bir fasilədən sonra yenə də bir yerdəyik. Hörmətli tamaşaçılar, qısa bir fasilədən sonra yenə də Həzrəti Fatimə-i Zəhra sallallahu aleyhanın fəzilətli verilişində bir yerdəyik. Kənaz xanım, söhbətimiz yarımçı qaldı. Bəli. Əbdürrəhman bin Of haqqında danışırdınız ki, o cürə mehriyə təyin edirlər Həzrəti Fatimə-i Zəhra aleyhissalama. Bəli. Yəni, var dövləti olsaydı, imanı olsaydı, məsələn, Həzrəti Əli əleyhissalam kimi heç bir müşkül yox idi. Var dövlətin olmağı insanın alçaqlığını bildirmir. Sadəcə olaraq birbaşa gəlib, yəni mən bu qədər mehriyə verirəm Həzrətə. Amma Həzrəti Əli əleyhissalam elçiliyə gedəndə hətta utandığından elçiliyə gəlmişəm sözünü ifadə elə bilmədi. İnşallah vurğulayanda bəyan olacaq. Digər qəbilə başçıları və yox o dövrün, belə deyək də, böyük adamlarından elçi gəlirdi, amma Həzrəti Zəhra sallallahu əleyha Peyğəmbərlə söhbətdən sonra, yəni Peyğəmbər başa düşürdü ki, artıq bu razı deyil. Amma biz söhbətimizin o hissəsində qalmışdıq ki, Allah Taala'nın İslam dininin göndərməsi ilə və Peyğəmbərin bu qədər zəhmət çəkməsi ilə və imamların onu qoruması ilə hədəfi budur ki, insanlar kamilliyə çatsınlar və kamilliyə çatmaqdan ötürü ictimaiyyətimizi təmizləmək üçün bizə Quranda qayda qanunlar göndərmişdi və qayda qanunları diqqət yetirdikdə İslamda ailənin mühüm olduğunu görürük və bildiyimiz kimi böyük alimlərimiz də hal-hazırda deyirlər ki, insanın, yəni hər bir kişinin müvəffəq olmasından ötürü onun arxasında bir müvəffəq xanım olmalıdır və yaxud da müvəffəq ailəsi olmalıdır. Və biz deyirik ki, ailə olmayan yerdə inkişaf yoxdur və yaxud da ki, əxlaq, ümumiyyətlə, gözəl xüsusiyyətlər yoxdur. Çünki ailə insanı ictimaiyyət üçün hazırlaşdırır. Necə deyim, bişirir insanı, hazır edir övladı, həyat yoldaşını, ananı, atanı. Ümumiyyətlə, İslamda ailə bir mühüm yer tutur və bunların da bir-birlərinə uyğun olmalarına mühüm yer verir. Bunların fikri cəhətdən, əxlaqi cəhətdən, düşüncə cəhətdən. Sonralar bunları hətta övladı tərbiyə etmək fikirlərinə qədər ailə qurmazdan deyir, diqqət yetirin. Bu övladını nə tərbiyə eləmək istəyir, məsələn, oğlan, qız nə tərbiyə. Əgər ikisi də eyni yolda tərbiyə etmək istəyirsə, məsələn, qız deyir ki, mən istəyirəm övladım Allahı çox sevsin və
Allahın əmri ilə bütün işlərini görsün. Mən də bir məsləhətçi kimi həyatımda. Yəni birinci Allah onun həyatında sözün yeridə bilsin. Oğlan da deyir ki, bəli, mən də istəyirəm, çox gözəldir. Allahı sevsin, Allahın əmrlərini Qurandan oxusun, Peyğəmbərini sevsin, onun həyatını özünə nümunə götürsün və s. Görürsən ki, bunların ikisinin də düşüncəsi, məsəl üçün bir dənə şey götürdü, övlad tərbiyəsi. Birdir. Bunlar evləndikdən sonra bu övladını tərbiyə etmək istəyəndə artıq digərinin də o tərbiyə etməkdə kömək olurlar bir-birlərinə. Çünki hədəfləri birdir. Amma yox, biri yəni Allahı tanıtdırmaq istəyir, Allahın əmrlərini, nəhiylərini tanıtdırmaq istəyir və oğlunu, ümumiyyətlə övladını bir kamil şəxsiyyət kimi böyütmək istəyir. Amma digəri istəyir ki, yox, məsələn, ürəyi nətər istəyir elə, nəinki Allah nətər istəyir elə. Artıq Asiyanın Fironun nümunə göstərmək olar. Nə qədər fərqli idilər. Axırda da Asiyanı çarmıxa çəkdirir, öldürür. Ailə burada sona... Ailədən söhbət getmir. Yəni, ailə burada nə oldu? Dağıldı, əziyyətlər oldu. Zahirən ailədir, amma əslində... Bunlar deməkdə də məqsədim odur ki, İslam hər bir ailə qurarkən, hər bir şeyə, nöqtəyə nəzər yetirəndə, o hissəyə də nəzər yetirir ki, bunları bir-birini sevməsi və bəyənməsidir. Yəni, hər bir şey kamil olduqdan sonra baxmalıdırlar, bunlar bir-birinin xoşuna gəlir ya yox. Məsələn, düzdür, İslam birinci mənəvi və əxlaqi tərəfə baxır, amma zahiri cəhətdən də müsbət baxışı vardır. Və İslam atalara, analara müraciət edir və deyir ki, qızın evlənmək istəyəndə, qız övladın, xanım qız evlənmək istəyəndə onun nəzərini örgən. Və düzdür, bunu valideynlərə müraciət edir və yaxud da oğul övlad evləndirmək istəyəndə. Amma övladlara da müraciət edir ki, öz ata-ananızla məşvərət edin. Yəni, qarşı tərəfli olmalıdırlar. Yəni, hər iki tərəf məşvərət eləməlidirlər və gözəl nəticəyə gəldikdən sonra bu baş verməlidir ki, həm ailə gözəl olsun, sonsuza qədər sevinclə yaşasınlar, həm də ictimaiyyət təmizlənsin və Allahın həqiqətdən o istədiyi hədəf ki var, bizi yaradıb onun üzərindəki kamilliyə çatay. Bu cəmiyyət kamilliyə çatsın və onu ki vurğuladı, İslam buyurur ki, ata, ana, xanım qızın nəzərini örgənməlidir ki, sən bunu istəyirsən ya istəmirsən, xoşuna gəlir ya yox. Burada artıq həya deyim, yəni utanıram, atadır, ata deyir, yox, qızdır, belə söhbətlər İslam bəyənmir. Və Peyğəmbərimiz də nətər əməl elədi? Gəldi, dedi ki, Həzrəti Zəhra, hər bir elçi gələndə, Həzrəti Zəhra deməsə, hə və yaxud yox, mən heç bir şey deyən deyiləm. Halbuki Peyğəmbər idi. Amma təəssüflər olsun, bizim bugünkü gündə ata deyir, mən atayam, özüm qərar verməliyəm. Halbuki ən gözəl ata Peyğəmbər idi. Və görürük ki, Həzrəti Zəhra Əli əleyhissalamdan əvvəl olan elçilərdə başını aşağı salıb, tarixdə belə gəlib, başını aşağı salıb, çönüb, yəni arxasını çevirib gedərmiş. Heç bir söz demədən. Peyğəmbər bilərmiş ki, artıq razı deyil. Amma hər kəs Peyğəmbərin evinə elçi getdikdən sonra görür ki, razılıq cavabını ala bilmir. Tarixdə var, Osman özü gedir Əli əleyhissalamın yanına. Deyir, Əli əleyhissalamda tarixdə var, şalvarının aşağısını, balağına sırmalamış halda palçıq əzirmiş. İndi quyu düzəltməyə, hər bir şey düzəltməyə iş görürmüş. Və gil əzdiyi halda gəlir deyirlər ki, ya Əli, biz hamımız ki, fikirləşirdik ki, layiqik, getdik Peyğəmbərin qapısına elçiliyə, amma bizə yox cavabı verildi. Şayət Peyğəmbər sənə vermək istəyir qızını ki, bizə vermir. Və bizlərdən yalnız sən qalmısan onun qapısına elçi getməyə. Tarixdə var, Peyğəmbər Əli əleyhissalam başını qaldırır, gözlərində deyir, yaş halqa vurur. Yəni sevincdən ki, bugün yəni gəlib çatdı və əllərini yuyur,
öz yəni tarixdə bu halda da yazır. Yəni o səhnəni canlandırır. Yəni əllərini yuyur və şalvarını əli ilə çırpıb təmizləyir, balıqlarını düzəldir və yollanır peyğəmbərin evinə. Və qapını döyəndə peyğəmbər sallallahu aleyhi və səlləm qulamına buyurur ki, get qapını aç, qapının arxasındakı həm mənim sevimlimdir, həm Allahın sevimlisidir. Qulam deyir ki, mən həyəcanla gedirdim, görüm bu şəxs kimdir. Qapını açdım, gördüm ki, bəli, yəni zənnimdə olan bir şəxsdir. Əmir-əl-Möminin Əli ibn Əbi Talib əleyhissalamdır. Və Əli əleyhissalam varid olur otağa, oturduqdan sonra tarixdə var ki, Əli əleyhissalam utandığından özü qızarmışdı. Yəni həya rəngini almışdı özünə və heç bir şey demirdi. Peyğəmbər buyurur ki, Əlican, bir istəyin mi var? Əli əleyhissalam demir. Yəni Peyğəmbər hiss eləyir bunun sifat mimikasından, zadından ki, bu halı biraz adi deyil, xəcalət çəkir. Nəsə demək istəyir. Deyir, ya Əli, olmaya elçiliyə gəlmirsən Fatiməyə. Həzrət Əli əleyhissalam üzü qızarmış halda və sevincindən gözündən yaş halqalanmış halda buyurur ki, bəli, elçiliyə gəlmişəm. Və Peyğəmbər yenə həmişəki kimi buyurur ki, ya Əli, bilirsən ki, mən Həzrəti Zəhranın razılığı olmadan cavab verə bilmərəm və onunla bu fikri paylaşmalıyam. Və Həzrəti Zəhra ilə söhbət etdikdən sonra Həzrəti Zəhra fərqli olaraq bugünkü xəbərdə, yəni bu xəbərdə fərqli olaraq başını aşağı salıb sükut edir, amma getmir. Və Peyğəmbər də buyurur ki, sükutun razılığındır. Və gedir Əli əleyhissalama bu şad xəbəri verir. Və buyurur ki, ya Əli, Mehriyəni nə edirsən xanımın üçün? Əqdi oxuyun. Bildiyimiz kimi Həzrət Peyğəmbər həris deyil idi pula və yaxud Həzrəti Zəhra. Bildiyimiz kimi o misal ki, əvvəldə vurdu Abdurrahman ibn Avf, o ki, çox şeylər verirdi, vədlər verirdi. Amma Peyğəmbər qəbul etmədi. Dərhal mehri soruşmaqda məqsədi odur ki, dinin əsaslarını təbliğ etsin. Və insanlara bildiyimiz kimi Həzrət Peyğəmbər hər bir İslamın hər bir nöqtəsini öz həyatında icra etmişdi. Yəni Həzrət Xədicədən soruşanda ki, Peyğəmbəri bizə tərif et, deyərdi Peyğəmbərə bax, Qur'ana bax, Peyğəmbər. Heç bir fərq yoxdur. Gedin Qur'an oxuyun. Qur'an oxuyun, baxın Peyğəmbərinizdir. Yəni Peyğəmbər bu məsələləri bəyan etməkdən ötürü dərhal buyurur ki, xanımın mehri nə edirsən? Həzrət Əli əleyhissalam buyurur ki, ya Peyğəmbər, özün mənim həyatımdan yaxından tanışsan və bilirsən, bir dəvəm var, bir qılıncım, bir də zərihim vardır. Və Peyğəmbər salavatullah buyurur ki, dəvən müsafirətə getməyə və yaxud yük daşımaq üçün sənə lazımdır. Qılıncın da ki, lazımdır. Bildiyimiz kimi Həzrət Əli əleyhissalam Peyğəmbərin müşriklərlə davasında ən böyük köməkçisi idi. Amma zərihini sat, zərihi ki, canını qorumaq üçündür. Xanımın mehriyəsini elə. Və onu satdıqda xanımın mehriyəsini verir və bu sadə, səmimi, mənəvi, Allah bəyənən izdivac, evlənmə baş verir və qərar tutur. Və Allah Taala'dan da hədisi qudsi var ki, vəhiy mələyini göndərir, bunlar evlənməzdən, hətta Əli əleyhissalam elçi gəlməzdən qabaq. Hamısı elçi düşəndən sonra Həzrəti Zəhraya və Peyğəmbərdən rədd cavab eşidəndən sonra belə bir insanlar içində söhbət yayılmışdı ki, Peyğəmbər qızını Əli ibn Əbu Talibə vermək üçün saxlayıb. Və bunu da deyir, təhqiq edəndə görürük ki, bu ona əsasəndir ki, vəhiy mələyi nazil olmuş və Peyğəmbərə belə buyurmuşdur ki, ya Peyğəmbər, mən Əli və Həzrət Zəhranın kəbinini
Ərş-i Əlada bağlamışam və onları ailə təyin etmişəm. Sən də yerdə onların əqdini oxu və onları bir-birinə zövcə qərar ver. Və bu yəni şayiə söhbətlər adamların arasında bəziləri deyir səbəb oldu ki, getdilər 50 sılma xəbər verdilər ki, sən get. Və düzdür, bunların əqdini Allah göydə bağlamışdır rəvayətlərə görə. Peyğəmbər sallallahu aleyhi və səlləm də özü də bunların əqdini bağlayır və bunların toy mərasiminin işlərini görməyə başlayır. Çox sağ ol, Gənasan. Bəli. Söhbətiniz çox maraqlı idi. Amma heyf ki, verilişimizin vaxtı tamam olur. İnşallah yerdə qalan suallarımıza, gələn verilişlərimizə cavab verərsiniz. Hörmətli tamaşaçılar, bununla verilişimiz sona çatır. Sağ olun, sağlıqla qalın.